Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Binəqədi, Biləcəri Binəqədi yolun üstündə 41 nömrəli marşrutun düz yolun qırağında 2 onda, 2 sotun içində 4 otaq, bir də mansarla olmaqla gözəl, tam təmirli bir həyət evimiz satışa çıxır. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev. Demək, qoşadaşdan inşa olunub, kürsülüdür, altı qarajdır, fundamenti, kəmərləri vırılıb, ev tam təmiri vəziyyətdədir, raşotkaları qoyulub, kombi sistemləri qoyulub, ev gözəl vəziyyətdə, yolun düz qırağındadır. Nəzərinizə çatdırım, hörmətli izləyicilər, tam üstü orada yaxın ərazidə yerləşir. Gördüyünüz kimi həyətyanın sahəsidir, həyətinə rahat maşın daxil ola bilir, gördüyünüz kimi. Bura həyətyanın sahəsidir, giriş darvazasıdır. Hörmətli izləyicilər, kombi sistemlərinizdə də hamısı var. Bax, bura qaraj hissədən görürsünüz, hörmətli izləyicilər, altı da izolyasiya olunub, ev sahibi altdan izolyasiya eləyib evi. Altında var, görürsünüz, artıq əşyaları yığmaq üçün. Görürsünüz, hörmətli izləyicilər, ev sahibi belə bir zirzəmisi var, qupquru ərazidir, bir dənə nəmişlik yoxdur, beton skeçka verilib yerə. Evin tikişində ricerlərdir, beton ricerlərdir, evin keyfiyyəti, yəni göz qabağındadır. Gördüyünüz kimi də ev həqiqətən çox qəşəng zövqlə tikilib, həm də keyfiyyətli inşa olunub. Keçən indi evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Kombi sistemlərdir, mərkəzi xətti kanalizasiya, qaz, su, işıq hamısı var. Sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir. Bunu da nəzərinizə çatdırım. Ev sahibi buradan da bir dənə qapı qoyub. Altın yəni düzdür, bağlıdır bura. Buradan da bir dənə qapı. Yəni belə fırlanmaq olar zirzəmisi. Qalxırıq indi yuxarı, hörmətli izləyicilər. Qalxan kimi həyəti bir də ətraflı buradan çəkirəm. Həyəti gördüyünüz kimi gözəl həyəti var. Daxil olan kimi, bax buradan evin giriş hissəsidir. Dəhlizi hardasa 2 metrdən çoxdur. Mansara çıxmaq üçün pləkandır. Gidən kimi sol tərəfdə mətbəx. Mətbəx mebelləri, hörmətli izləyicilər, təzə yığılıb, sağlam vəziyyətdədir. Genişdir, bax stol qoyulub. Hardasa təxmini bir 16 kvadrat mətbəxidir. Pəncərələri 2 dənə var, belə geniş pəncərələr var. Ev işıqlı evdir, demək olar, havalıdır. Pəncərələrdən tam rahat evin içinə işıq düşür. Yeri də qəşəngdir, düz asfaltın qırağındadır. Ağ qapılardan istifadə olunub, açıq boylardan istifadə olunub. Bura zal hissəsidir. Görürsünüz, hörmətli izləyicilər, zalı da genişdir, eni 4 metr, uzunluğu hardasa 7 metrə yaxındır. 28-30 kvadrata yaxın zalıdır. Ev, yəni bir dənə evin üstündə kombinə mətbəx mebelləri qalacaq, hörmətli izləyicilər. Yəni qalan nə varsa götürüləcək. Bunu da nəzərinizə çatdırın. Keçirik buradan. Burada yenə də bir uşaq otağıdır. Uşaq otağı hardasa 14 kvadrat, genişdir. Uşaq otağın genişliğine baxın, hörmətli izləyicilər. Həqiqətən evin genişliyinə söz ola bilməz. Kim geniş otaqlı bir ev istəyirsə, yəni müraciət eləyə bilər. Yolun düz qırağındadır. Marşrutda Azadlıq metrosuna işləyir, Binəqədiyə işləyir. 41 nömrəli marşrut. Şəhərə rahat getmək üçün əlverişlidir. Burada bir dənə də hardasa 20 kvadrata yaxın bir yataq otağıdır. Bax, görürsünüz, mebellər yığılır, ətrafına baxın bir dənə, yəni genişdir. Gör nə qədər məsafə var. Genişliyin siz nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Pəncərələrdən də tam rahat yenə də işıq düşür evin içinə. Sağda da bir dənə yataq otağıdır, hörmətli izləyicilər. Bu da bir uşaq otağı kimi sayılır əslində. Yəni qız oğlan üçün nəzərdə tutulmuş 2 dənə balaca otaqlar olur, amma yenə genişlik göz qabağındadır. Yenə genişdir. Hardasa 14 kvadratdır. Pəncərə sizə tam rahat işıq düşür evin içinə. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin təmirdə gözəldir, təzə təmirdir. Evdə problem yoxdur, yol qırağıdır, sənədi arxivli sənəddir, bələdiyyə sənədidir. Burada sanuzel hissəsidir. Sanuzeldə təmiri vəziyyətdə. Ev həqiqətən çox səliqəli, səhmanlı evdir. Səliqəli baxıblar ev sahibi evə. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın.
evlərin satılmanı köməyini göstərə bilərik. Qalxırıq indi hörmətli izləyicilər, evin mansarı ilə tanış olaq. 4 otaq aşağıda, yuxarıda da bir dənə mansardır. Baxınma belə, qalxırıq bura. Burada bir dənə mansardır. Məclis elə, nə istəyirsiniz eləyin bura. Temperatur da 30 kimi burada. Hörmətli izləyicilər, YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın hörmətli izləyicilər. Abunə olmağı unutmayın, bəyənməyi unutmayın. Evin qiyməti 137.000 start qiymətdir. 4 otaq, bir də mansar. 5 otaq. 137.000. Real aldıqsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.